Salam dostlar, son zamanlar televiziyalarda yeni çıxan gənc müğənnilərin toylarda əllərində pul poz vermələrini qınayan çox müğənnilər var. Son zamanlar çoxdur bunlar. Mən demirəm, mən də qismən qınaya bilərəm, amma əgər mənim birinə iradım varsa, zəh vurub evladım kimi başa salaram. Söhbət biraz köhnələrdən gedir. Yəni gəlin belə bir xatırlatma edim sizə. İllər əvvəl Ayşə Telman Ceylonu gətirib toyunda oxudanda onun qoluna brilliant bilərzik taxanda hamınız alqışladınız. Hamınız, yəni böyük əksəriyyət, yəni bizim səxavətimizin nümayiş olunmasından belə fəxarətlə danışdılar. Onda heç kəs demədi ki, utanmır, Ceyloya bax, qolunda bilərzik göstərir özünü, verib də. Və belə baxanda bəxşişdir. Sadəcə olaraq yetim əlində qoğal çirkin görsənirsə, bunu belə bu cürdə ifadə eləmək lazımdır. Və bugün qınaq obyektinə tutan bir çox müğənnilər zamanında özləri də yəni o bəxşişlərdən yığıblar. Sadəcə sosial mediada aktivliyi olmadığına görə onların o yığdığı bəxşişlər çox da görsənməyibdir. Amma belə baxıram, məsəl üçün o qınayanların bir neçəsini zamanında ana muğamı, ata muğamı deyib stolların başında kimisə anasına, atasına muğam deyib oradan yığılan pulların canlı şahidləri olmuşam da. Yəni belə izah edeyim. Gənə bu birisilər heç olmasa səhnəyə çıxır, səhnədə oxuyur, cəmaət gətirib onları pul yağışına tuturlar. Dövrü qədimdən toylarda rəqs eləyən əlinə pul verərlər. Dövrü qədimdən qapına gələn qonağa bəxşişə bələyərlər və insan adama deyir balanın toyunda, insan balasının toyunda pul xərcləməyə ürəyi açılıbsa, siz belə 1, 5, 15 hamınız qınaya onun da qabağını almağa çalışırsınız. Belə başa düşdüm. Bir xatırlatma daha eləyim ki, bu pul bəxşişi toylarda olur, efirlərdə olmur. Onlar əllərinə pulları yığıb gəlib efirdə özlərini göstərmir. Toyda onlara verilən dəyəri göstərir. Buna sevinmək lazımdır məncə ki, bizim müğənnilər gedib hardasa əli pullu gəlirlər. Yəni qonşumuz əgər imkanlıdırsa bizə yükü yoxdur. Bunu anlayın. Əgər hər hansısa bir müğənni imkanlıdırsa, əlinə pul yığılırsa, ondan bir şey eləyə bilirsə, onun bizə yükü olmur ən azından. Kiməsə möhtac olmur. Fikrim çatdı yəqin ki. Demirəm yaxşı eləyirlər, onların da qüsurları var. O qədər abartmaq, acıq vermək lazım deyil. Amma bunu sizin üçün yox, gözdən qorunmaq lazımdır. Təşəkkürlər.